Herkese salam. Bu günlər sizinlə 7-ci sinif kimya kesik 7 nümunəsinə baxacağıq. Bir də deyək ki, aşağıdakılardan hansı turşudur? Natrium OH, natrium hidroksid qələvidir. Burada zap B olacaq, H xlor, xlorid turşusu. Çünki C kalium hidroksid və litium hidroksid də qələvidir. 2-də deyir ki, əsasların dadı necə olur? Əsasların dadı acı olur. 2-də B-dir. 3-də deyir ki, hansı zəif turşudur? H2S sulfid turşusu, D ilə olan sulfiddir. Bu zəifdir, amma H2SO4 sulfat turşusu, HNO3 nitrat turşusu və H xlor, xlorid turşusu. Bunlar qüvvətli turşulara aiddir. Ona görə zəif deyil. Cavab A. 4-də deyir ki, hansı əsaslara aiddir? H xlor, xlorid turşusu bu turşuya aiddir. B ilə C də turşudur, amma D natrium OH, natrium hidroksid, yəni qələvi, yəni əsaslara aiddir. 5-də deyir ki, sönmüş əhəngin formulunu müəyyən edin. Deməli, sönmüş əhəng kalsium OH burada da ki, deməli, bu oldu bizdə sönmüş əhəngin formulu. Kalsium OH, burada da 2. Hansı birləşmə suda həll olarsa hidroksid iyonları verir? Hansı birləşmə? Deməli, yadınızda saxlayın ki, turşular üçün ümumi iyon olacaq hidrogen, amma əsaslar üçün ümumi iyon hidroksiddir. İndi baxaq, əgər burada hidroksiddirsə bizdən əsas istəyir. Əsas burada litium OH-dır, bir dənə, yəni litium hidroksid. 6-da C. 7-də deyir ki, sulfat turşusunun formulu hansıdır? Sulfat, yəni H2SO4. 7-də B olacaq. 8-də deyir ki, əsasların tərkibində hansı qrup olur? Bayaq dediyim kimi, turşular üçün ümumi iyon hidrogen, amma əsaslar üçün ümumi iyon, yəni qrupu hidroksid qrupu, yəni OH. 8-də hidroksid qrupu. 9-da deyir ki, lax yumurta iyi verən turşunun formulunu yazın. Lax yumurta iyi verən bizdə sulfid turşusudur, yəni H2S. Daha sonra onda deyir ki, mədə turşusunun formulunu yazın. H xlor. Bugünlük bu qədər. Sağ olun.